Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sumqayıtda 24 yaşlı oğlanın meyidi tapılıb. Hadisə şəhərin 5-ci mikrorayonu ərazisində qeydə alınıb. Meyidi tapılan Amil Zeynalov olduğu bildirilir. İlkin məlumata görə onun meyidi qonaq gəldiyi yerdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. Gəncədə azyaşlı xəstəxanada vəfat edib. Hadisə Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan uşaq xəstəxanasında baş verib. Belə ki, şəhər sakini 2018-ci il təvəllüdlü Abbasov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə 7 yaşlı Abbasov serebral iflis xəstəliyindən əziyyət çəkilmiş. Azyaşlının ölümü ilə bağlı araşdırma aparılır. Allah rəhmət eləsin.